Goranboyda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Goranboy Borsunlu avtomobil yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. Rəhimli kənd sakini 1989-cu il təvəllüdlü Esmira Şirinovanın idarə etdiyi Hyundai markalı avtomobil yoldan çıxaraq daş hasara çırpılıb. Hadisə zamanı sürücü və avtomobildə olan 5 qadın sərnişin xəsarət alıb. Yaralılar Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 9 oktyabr 2025-ci il tarixində saat 18:30 radələrində Goranboy rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər qadın cinsi olmaqla Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsinin cərrahi şöbəsinə davam etdirilir. Vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Qəza zamanı xəsarət alanlar minik maşınının sürücüsü 36 yaşlı Esmira Şirinova, sərnişinlər 45 yaşlı Samirə Məmmədova, 43 yaşlı Laləzar Abdullayeva, 47 yaşlı Səbinə Məmmədova, 44 yaşlı Yeganə Məmmədova və 37 yaşlı Aynurə Haqverdiyevadır. Xəsarət alanlardan Aynurə Haqverdiyeva 44 günlük Vətən müharibəsinin şəhidi İbrahim Məmmədovun həyat yoldaşı olub. Sürücü Esmira Şirinova, şəhidin bacısı, Samirə Məmmədova, şəhidin qardaşının həyat yoldaşıdır. Xatırladaq ki, idarəetmədən çıxaraq daş hasara çırpılan avtomobil deformasiyaya uğrayıb. Qəza zamanı zərbənin təsirindən hasarın bir hissəsi uçaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.